Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri, xanım sədr ilk növbədə sizi İspaniya növbəti uğurlu səfəriz münasibətindən təbrik edirəm. Və bugünkü çıxışımda ölkə prezidenti Cənab İlham Əliyevin Macarıstan Respublikasına səfəri və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakı və oradakı məsələlərlə bağlı bəzi məqamlara diqqət cəlb etmək istəyirəm. Heç şübhəsiz ki, İstənilən sammitin ən böyük nəticəsi odur ki, orada hansı sənəd qəbul olunur. Nəzərə alsaq ki, bəzi sammitlər ola bilir ki, hətta heç yekun sənədi belə qəbul olunmur. Amma hesab edirəm ki, tarixdə qala biləcək bir Budapeşt bəyannaməsi imzalandı ki, 71 bənddən ibarət və əslində Türk Dövlətləri Təşkilatının bundan sonraki inkişafı, onun əsas istiqamətləri və eyni zamanda regional təhlükəsizlik məsələləri və bu kimi məqamlara xüsusi diqqət ayrıldı. Amma söz alıb çıxış etməkdə məqsədim tamamilə bir qədər fərqli prizmadan bu hadisəyə yanaşmaqdır. Yadınızdadırsa, keçən illəri iyul ayının 6-sında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına dövlət başçılarının ilk dəfə, birinci dəfə qeyri-rəsmi sammiti keçirilmişdi. Və bu ilk hadisə idi. Biz artıq Budapeştdə ikinci dəfə belə bir sammitin keçirilməsini gördükdə bir daha əmin olduq ki, dövlətimizin rəhbəri Cənab İlham Əliyev çox strateji bir düşüncə ilə məhz Budapeştdə belə bir sammitin keçirilməsinin əsasını qoyub. Niyə görə mən belə hesab edirəm? Çünki Macarıstan Türk Dövlətləri Təşkilatının üzvü deyil, o müşahidəsi statusundadır. Və müşahidəsi statusunda olan dövlətin sammit keçirilməsi məsələsi bu bir qədər mürəkkəb məsələdir. Çünki üzv dövlətlər bu addımı atırlar. Amma dövlətimizin başçısı məhz Macarıstan Respublikasının, bizə dost olan bu ölkənin, sonra Türkmenistanın, gələcəkdə istisna deyil ki, Şimali Kipr Türk Cumhuriyyətinin də Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitini ev sahibliyi etməsinin əsasını qoyur. Bugün Budapeştdə baş verən hadisənin əsası Şuşada qoyulur. Qeyri-formal sammiti Şuşada keçirməklə Budapeştin yol açılır. Onlar üçün imkanlar yaradılır və nəzərə alsaq ki, Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan dövləti çox yüksək səviyyədə dəstək verir. Bu, hər kəsə bəlli həqiqətdir və elə mən bir neçə gün bundan öncə Şimali Kipr Türk Cumhuriyyətində səfərdə olarkən də bir daha əmin oldum ki, xüsusilə Türkiyənin və xüsusilə Azərbaycanın dəstəyini böyük məmnunluq hissi ilə qeyd edirlər. Əslində hesab edirəm ki, əgər bir müddətdən sonra Lefkoşada da belə bir sammit keçirilərsə, bu məhz Şuşada atılmış addımın təsdiqi olacaq. Bu, cənab prezidentin uzaq görən siyasətinin növbəti məntiqi bir nəticəsi kimi qiymətləndirilə bilər.